Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları sizin doğum gün münasibəti ilə sizi və sizin ailənizi səmimi qəlbdən təbrik edirəm. Hər zaman böyük, ağsaqqal, Azərbaycan Respublikasında ağsaqqal, lider, dünya siyasətçilərinin önündə dünya siyasətçiliyini və dünya insanlığını, dünya insanlarına öyrətməsini, qoca dünyanın qoca əfəndi olmağınızı arzu edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, biz vətəndaşlar, Azərbaycan vətəndaşı olaraq sizin siyasətinizi izləyirik, dünya siyasətini, zəncirvarı olduğunu izləyirik, başa düşürük. Çox çətin dövrdə, 21-ci əsr müasir texnologiya dövründə demək olar ki, Azərbaycan lideri olaraq Azərbaycanı qoruduğunuz üçün, Azərbaycanda dünya super güclərinə sinə gəldiyiniz və dünya siyasətçilərinin içərisində dünyada Azərbaycanın bayrağını və sizin simanızda Azərbaycan xalqına, millətinə hörmətlə, izzətlə yanaşır, dəyər verir. 1-ci Qarabağ savaşında baş verən proseslərin nəticəsində və 2-ci Qarabağ savaşında Azərbaycanın millətini, qürurunu geri qaytardınız. Bunun üçün sizə təşəkkür edirəm, minnətdaram. Ulu Heydər Əliyevin qoyduğu siyasətinin davamçısı olaraq bu ölkənin, bu millətin və demək olar ki, müstəqil Azərbaycanın tarix boyu liderləri olub, bu millətdən bir millət düzəltməyi, dünyada elə bir lider olmazdı. Bizim tarix boyu bu torpaqlar həqiqətən Azərbaycanın və Türk dünyasının oğulları hər zaman bir Türk, bir dövlət deməkdir. Və bu dövləti qurublar, yaradıblar. Hər insanın da dünya siyasətinə, super güclərlə üz-üzə qalması demək olar işi deyil. Bu ancaq yalnız qanında, canında türkçülük və Azərbaycan millətinindir. Tarixə baxanda mən hər zaman demişəm, bugün də deyirəm, Türk dünyasında çox liderlər var, çoxun adını çəkmək olar. Şah İsmail kimi dünya siyasət liderlərindən, siyasi baxımda Nadir Şah, Atatürk, Osmanlı, Əmir Teymur, Çingiz xan və Ulu Heydər Əliyev, Məmməd Əmin Rəsulzadə və onun sayəsində sizin bu coğrafiyada böyük lider olmağınızı, hər zaman ucalarda yolunuz açıq olmasını arzu edirəm. Hörmətli İlham Əliyev, bildiyimiz kimi Azərbaycanda Azərbaycanı göz götürməyən, qısqananlar və demək olar ki, 200 ildən çoxdur Rusiya kimi dövlətlə üz-üzə qalmışıq. 52 dövlətlə savaşan Rusiya ilə Azərbaycan tək başına üz-üzə qalıb. Bu da dünyada onu göstərir ki, sizin kimi dünya siyasətçi və sizin kimi igid oğulların sayəsində Azərbaycan hər zaman öz millətçiliyini, kimliyini, suverenliyini, coğrafiyasını qorumağa nail olur. Ulu yaradan Tanrıdan şəhidlərimizin ruhu səmada şad olsun, qazilərimizə can sağlığı arzu edirəm. Sizə də hər zaman yol açıq, ömür və düşmənlərdən hər zaman qorunmağınızı, başınız uzaq olmağınızı arzu edirəm. Hörmətli İlham Əliyev, Azərbaycanda baş verən və dünyada baş verən siyasətini, daxili və xarici siyasəti izləyirik, bilirik. Demək olar ki, elə insanlar var, oturur, dərin düşüncəyə sahib olmadan Azərbaycanı aşağılamaq üçün, millətdə qarışıq yaratmaq üçün qarşı durma və düşmənçilik nəticəsində baş verən siyasi hərəkətlərə, edə bilmədiyi işlərə görə başlayır ölkəmizi pisləməyə çox yerlərdə var. Amma o insanlar başa düşməlidir ki, Azərbaycanda, Azərbaycanın ordusunu, millətini, xəstəxanasını hər bir sahəsində və zindanlarda insan hüquqlarının müdafiəsində hər bir yerdə qorunması, onu yol üstə qoymaz. İnsan evdə bir qardaşı ilə bir sözü, məsələni həll edə bilməyəndə, amma bu boyda əhali ilə və dünya insanlığı ilə məsələ həll olunur. Bütün demək olar ki, həll etməyə çalışır
bütün Azərbaycanda adı bir nöqtə boyda bir şəhid dolanda Azərbaycan xalqını bütün saytlərdə və internet, sosial şəbəkələrdə yalnız onların bir müraciəti var Azərbaycan xalqına. İlham Əliyev cənablarına şəhid edəcəm və sizə səslənir. Hər zaman sizdən ümid gözlə. Bu sizin deməli Ulu Heydər Əliyevin bizə bu Azərbaycanı əmanət buraxdığı və sizi onun varisi kimi, bu ölkənin lideri kimi, igid oğlu kimi, sərkərdəsi kimi, başçısı kimi, ulu yaradan Tanrı tərəfindən bizə seçildiyi kimi, verdiyi kimi bu nemətin, bu dəyərini, bu igidin arxasında hər bir Azərbaycan durmalıdır və başa düşməlidir. Azərbaycanın dəyərli oğlanları hər zaman olubdur. Onun üçün bütün Azərbaycanda demək olar ki, bu siyasi məsələlərdə və dünyada insanlığı və haqq ədalətin bərpa olmasında hər bir Azərbaycanlı sizə güvənir, sizə arxalanır və sizdən hər zaman ümid diləyib, sizdən kömək istəyib, sizin siyasi nəticəsində sizə bir düzgün lider kimi tanıdığı üçün, sizə səmimi qəlblə bağlı olduğu üçün və bu xalqa da siz də səmimi hər güvənərək, etibar edərək və bu millətin başında ucaq və hər zaman ulu yaradan Tanrıdan arzum odur ki, hər zaman bu millətin başında uca durasınız, tarixlərin, əsrlərin, min illiklərin qəhrəmanı kimi bizim tarixi kitablarımızda keçərli liderlərdən və öndə olasınız. Hörmətli İlham Əliyev, bizim coğrafiya baxanda və biz indi Azərbaycanda gül çiçəklənməyə, inkişaf etməyə doğru gedirik. Yəni bu 10 ildə daha da gözəl olacaq, buna əminəm. Bizim çətin günlərimiz və sosial məsələlərimiz olduğu üçün bu savaşların, bu müharibələrin və bizim öz torpağımızda özümüzə qarşı savaş yaratmasaydılar, bizim demək olar ki, avtomobil yollarımızın işıq dirəkləri də qızıldan olardı. Bizi zəiflətmək üçün Azərbaycanın düşmənləri Azərbaycanın tarix boyu zəiflətmək istəyib ki, irəli getməsin. Öz torpaqlarımızda savaş açıblar, bizi 1000 il geriyə atıblar. Bu, Asiya Turan torpaqlarında da bu bəllidir. Siyasi məsələlərdir. Hər zaman Türk dünyasında birlik, əminamanlıq, Türk dünyasında böyük, igid, qəhrəman, lider kimi tanınmağınızı, hər zaman başı uca olmağınızı uca yaradan Tanrıdan sizə can sağlığı arzu edirəm. Hörmətli İlham Əliyev, demək olar ki, rayonlarda sizdən artıq dərəcədə xahiş edirəm. Söz çoxdur, dərinliklərə getməyəcəyim. Bir Azərbaycan vətəndaşı kimi sizdən xahiş edirəm. Mən dəfələrlə istəmişəm sizinlə görüşüm, alınmayıb. Müəyyən səbəblərdən. Mənim sadə bir vətəndaşam. Müəyyən məsələlər vardı, özümlə bağlı və hər şeydən özüm kənarlaşmışam. Demək olar ki, yəni indiki gənc dövrün, yəni hər cəhətdən çətinliklər, problemlər, yəni qarşılıq olsa da xəstəxana ilə bağlı, sosial yaşayışla bağlı hamının belə bir şikayəti vardı. Ağır gündür, çətindir. Yəni Azərbaycandan başqa bir yerdə hər bir məsələndə daha yaxşı bilirsiniz, çox bahaçılıq, hər bir məsələ, yəni işçi ilə, əmək haqqı alanla fəhlənin müqayisəsi bərabərləşib. Mənim sizdən bir vətəndaş olaraq, Azərbaycan vətəndaşı olaraq xahişim ondan ibarətdir ki, Azərbaycanın rayonlarında, kəndlərində ağıllı kənd layihəsi irəli getsin. Məsələn, əsasən bizim cənub bölgəsində, Yardımlıda, Lerikdə, xırda kəndlərin birləşdirmək 10 kənd kimi yox. Yəni o kəndlərdə yeni ağıllı kənd layihəsi olsun, torpaq nümunəsi olsun, laboratoriya nəticəsində alimlərin dəyər verdiyi boşluq və sürüşən, zəlzələ olan olmayan ərazilərə bir ağıllı kənd layihəsi nəticəsində böyük villalarla və yaxud da 5 mərtəbə və yaxud da 1000 nəfər hər kənddə 70, 60, 130 evləri bir yerə toplayaraq bir dənə kənd salmaq və bütün əraziləri boşaltmaq və yaylalar, fermerlər, yeni Azərbaycan fermerləri yaratmaq, bu yolda bu cür layihəni yetişdirmək, əgər mümkünsə, lazım olarsa
yardımının bəzi sərhəd yanını demirəm, elə kəndləri var ya Masallı istiqamətinə və yaxud da Qaxa, nə bilim, Qarabağ bölgəsinə. Əgər köçürülmürsə, bir yerdə bir şəhərcik salınsın, insanları yəni riyazi formasında, bir cərgədə hər bir məsələ bir yerdə həll olması üçün bağlı, düzdür, başa düşürəm, çətindir, vəziyyət, hər bir layihə, Qarabağda böyük dünyavi bir şəhər, ağ bir şəhər yaradılması üçün başa düşürəm, ona trilyonlar, milyonlar və trilyonlar lazımdır. Və bu da ölkənin büdcəsi və ona vəsaiti demək olar ki, müstəqil Azərbaycanın o imkanlara hələ çatmayıb. Yəni, yavaş-yavaş gedir həmən imkanlara çatmaq üçün gələcəkdə 100 ilə, 30 ilə, 40 ilə. Onunla bağlı mən də istərdim ki, yardımlıda yeni bir layihə hazırlansın. Lerik kəndlərində yeni bir layihə hazırlansın. Kəndlərimiz inkişaf edən şəhərlərə, bu da dövlətin və müəyyən siyasi məsələsində baş verən ola bilsin siyasi məsələdir. Biz ona müdaxilə etmirik. Amma indiki gənc dövr, gənc model olaraq hər bir gənc rayon yerlərində yaşamaq istəmir. Niyə? Səbəbləri müəyyən şeylər bahaçılıqdır. Yəni heyvandarlığın otu ilə, örüş sahəsi, kətçinin yəni ərazi ilə bağlı, su ilə bağlı sular var. Sadəcə Artcan quyularına və bulaqlara yol olmamadığı üçün o ağır texnikaların, buldizerlərin olmamasından kənd yaşayışı sıfırlanır. Yəni kənddə indi yeni seriallarda, müasir seriallarda kənd yerində gənc nəsli, internet, sosial şəbəkədə gənc nəsli kənddə yaşamağa məcbur etmir, şəhərə yaşamağa üst tuturlar. Şəhərdə çətin də olsa onlar bura, kiralarda, min bir əziyyətdə olsa və kənd yerlərində belə deyək, məmur da, işçi də işıq pulunu 8 qəpikdən ödəyir, fəhlə də. Bu barədə həmin sayğacılara, yəni bugün bizim kəndlərdə qaz yoxdur, yardımın bəzi kəndlərində var, Lerikin bəzi kəndlərində var. Təbii maye qaz boruları bizim kəndin ərazisindən, Lerik kəndin ərazisindən keçir. Və yardımlı ilə Lerik, yəni belə deyək, ərazilərinə yaxın təbii maye qaz boruları keçdiyi üçün biz o qazdan istifadə edə bilmirik. 30 il bundan öncə turbalar gəlmişdi, yəni təbii maye qaz boruları 33 diametrdə, indiki borular 28-dir. Başa düşürəm hər şeyi. Qazın kubuna görə və dünya bazarına, iqtisadiyyatına əsaslanaraq. Mənim sizdən artıq dərəcədə xahişim bundan ibarətdir ki, kənd yerlərində işıq puludur, qazdır, təbii maye qaz puludur, nə bilim, bunlar vergidən, kənd fəhlə ilə, yəni fəhləçilik ilə 90% demək olar ki, işsizdir. Yəni yardımlıda ən çox da yardımlıda evlənməyən subay oğlanlar çoxdur, 35-40 yaşa kimi oğlanlar vardır. Çünki şəraitin olmamadığından, maddi vəziyyətin, durumun dağlıq zona olduğu üçün, dağlıq relief olduğu üçün və gənc nəslində bu son dönəmlərdə xəstəliklərlə və diş tökülməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Yəni dünya qloballaşma, istiləşmə və yəni bir tərəfdən də xəstəlik. Onunla bağlı belə deyək, şəxsən mən özüm bilmirəm, səhhətimlə bağlı müalicə aldım, dişlərimlə bağlı və bir gənc kimi gəncliyimizi itiririk. Onunla bağlı kənd yerlərində işıq pulunu aşağı qiymətlə olsun. Yəni 8 qəpik olmasın, heç olmasa 5-4 qəpikdən hesablansın. Bunu nəzərə almanızı xahiş edirəm. Güzəştli olsun və su ilə bağlı, yəni dünyada su problemindən əlavə bizdə sular var. Sadəcə ona texnika yoxdur, maddi imkan yoxdur. Bizim ərazilərdə şəxsən sadəcə bəzi bulaqlarda işğal olub, yəni şəxsi vətəndaşlar tərəf. Onların yəni müəyyən qayda qanunlar orada böyük rol oynamalıdır. Mənim sizdən artıq dərəcədə xahişim bundan ibarətdir ki, sözüm çoxdur, müəyyən şəhətim çoxdur və əsasən mənim indi hal-hazırda Leriklə dolanmıram, amma mən tanıdığım, mən Leriklə dolanmışam. Yəni mən yardımdan çox Leriklə dolanmışam. Lerikin torpaq ərazi bütövlüyünə, yəni torpaq sahələrinə, əkin biçinci. İndi hal-hazırda səhhətimlə bağlı o torpaqlardan istifadə edə bilmirəm. Belə deyək, Lerikdə hal-hazırda kənd cəmaatının
bugünkü reallıqda insanlarında ən böyük narazılıqlar baş verir. Bildiyiniz kimi bizim Lənkəran, Astara, Masallı, yəni Cənub bölgəsi, Lerik hər zaman Azərbaycanın bayrağını, dövlətinin, dövlət başçısına hər hörmətlə yanaşıb, sevir, bir bayraq altında olaraq Azərbaycanlı vətəni, Azərbaycan vətənimiz olduğu üçün dəyər verib. Amma bu son dönəmlərdə Rusiyanın və İranın siyasi toxum Cənub bölgəsində bəzi Fars Molla rejiminin siyasi nəticəsində orada regionda yavaş-yavaş proseslərin dirsəlməsinə başlayıb. Bu da yəni biz Azərbaycanla fərqi yoxdur. Bizim tarix boyu Qərbin siyasəti Kürdü, Türklə, Farsı, nə bilim, Gürcüsün bu etnik tayfalarını, Talışı olsun, Ləzgisi olsun, hər zaman çalışıblar ki, ortalıqda, qohumçuluqda, qardaşlıqda böyük savaş etsin. O Qərbin siyasəti resursları əldə etmək üçün insanların arasına etnik deyərək toxum səpir. Bu toxum demək olar ki, Azərbaycanda günü-gündən yayılmaqdadır. Bunlara bir maddə ayrılsın və ölkəmizdə etnik söhbətinin qarşısı alınsın. Əsasən internet, sosial şəbəkələrində Ərəb-Fars xilafətinin tüvan etdiyi, üsyan etdiyinin qarşısı alınsın. Gənc uşaqların gələcəyi elmlə məşğul olmasını bir təhsil nazirinə tövsiyələriniz və ciddi tapşırıqlarınız olsun. Lerikdə düzdür, mən Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə, Vilayət Eyvazova Daxili İşlər Nazirliyinə, bütün əməkdaşlarına öz təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, amma bir vətəndaş olaraq mənim bir başqa bir niyyətim yoxdur, nə də başqa bir niyyətə yönəltməyə də ehtiyac yoxdur. Sadəcə mən o Cənub bölgəsinin bir vətəndaşı olaraq bütün bölgələrdə belədirsə, Cənub bölgəsində əsasən Lerikdə vətəndaşların internet, sosial şəbəkələrində də var. Bir mesaj dünya boyda mesaj deməkdir. Yəni bir deyir arif insana bir kəlmə yetər. Lerikdə düzdür, mən Daxili İşlər Nazirinin, polis əməkdaşlarının şəxsi işinə, prosesinə, ya onlara demək olar ki, vəzifə başında olduğu üçün öz vəzifə səlahiyyətlərini, borcunu yerinə yetirdiyi üçün mən onlara qarşı bir söz demirəm. Sadəcə o kəndin sakinləri yəni çaydan şeben götürmək üçün bir maşın quru odun kupçə ilə alırlar. Bizim İctimai TV kanalımız da orada yardımlının Yolacaq kəndində də iştirak edib. 500-600 deyil. O balaca yəni kubuna görə odun deyil. 1200-ə yaxın odun tutur. Onun icazəsini almasın, onun gətirməsi, hansı vasitələrlə ağız açılması, yəni ömür gedir. Həyəcan, qorxu içində o odunu gətirib, yəni meşənin içində qırıntı çoxdur. O qırıntının bir yolu var. Apilka etmək və yaxud da onu bir əraziyə boşaltmaq biletinlə hər bir kəndin, yəni yanacaq olmadıqdır, təbii maye qaz olmamadığı üçün quru odunların, sıradan çıxmış ağaclarının və rahat şəkildə heç kim mane olmadan götürə bilsin vətəndaş. Hər gün maşınlar, düzdür, ola bilsin, yenə deyirəm, sərhəd yanıdır. Dövlət nə deməkdir? 1000 insanın, bir insanın başında yerləşməsi deməkdir, bilikli, ağıllı deməkdir. Sərhəd yanıdır. Məsələn, o proseslər, polislər hər bir tərəfdən maşınları yoxlayanda, insanları yoxlayanda, kəndlərdə polislər post qurmasında və çaylarda, yol kəsmələrdə maşınları yoxlanmasında, vətəndaşların hara getdi, hara gəldiyinə bu, yəni belə deyək də, yəni ciddi şəkilə salmasının sadə bir kasıb fəhlə, kənd sakinləri, təsərrüfatla olan insanlar, soğan çörə böyüyən insanların yoxlamağa ehtiyac yoxdur. Əgər o insanlar imkanı olsaydı, o kəndləri necə tərk edib, zülümlə, min bir əziyyətlə, xaricdə, soyuqda, arabaların içində yata-yata, min bir əziyyət çəkə-çəkə, palçıqda, nə bilim, quruda, böyrəkləri, ciyərləri su gətirə-gətirə, bir az malı, heyvanın, torpağını satıb, gəlib burada, yəni o cür gözəl təbiəti, çayları, meşələri, bulaqları atıb gəlib binədə, nə bilim, Sumqaydın yaşıl dərələrində, kanalizasiyalarda, Ditdili, Kamar olan ərazilərdə yaşayırlar. Bilmirlər, uşaqları məktəbə yerləşdirsin çətindir. Elə əksəriyyəti var, uşaqlarına bir vəsiqə, bir məktəbdə yerləşdirə bilməyib.
Elələri var ki, hal-hazırda heç məktəbə uşaqları getmir. Çünki sənəd tələb edir, qeydiyyat tələb edir. Onların yoxdur, propiskası yoxdur. Sosial ünvanlı yardım ala bilməyən minlərlə insanlar var. Onların bina ərazisində və yerləşiblər ki, kirə qalanlar var. Onların şəraiti və odun yandırması uşaqlarından hətta metroda rast gəlir, avtobusda rast gəlir, odun iyisi gəlir, his iyisi gəlir. Ondan bəllidir ki, yəni hamımız kirə qalan əsir o rayon adamı yox. Bir tikə çörəkdən ötürü əsiri. Biz kefə gəlməmiş. Rayonlarda yəni sıfırlanıb vəziyyət. Yəni çöküb hər şey orada. İndi yəni qalacağın da yaşamaq olmur. Nə ilə dolanasın? Bir ailədə 5 nəfər, 10 nəfər. Heç biri də işləmir. İndi kimin yaşlı dədəsi, babası var, pensiyadır, ulu yaradan Tanrı onlara ömür versin. Onlar da öləndən sonra onlar qalacaq pis vəziyyət. Bizim kənddə elə ailələr var ki, əksəriyyəti anasının pensiyasını ailələrin saxlayır. Mən şəxsən bir gənc kimi utanıram, özümə ölüm istəyirəm. Bu yaşayışı tərzində dolanışığından bağlı. Amma yenə də çox dərinliklərə getmirəm. Lirik polisləri, lirik vətəndaşları çox incidir. Onlar incidəndə vətəndaşlarda siyasi məsələyə çevrilir. Bunu mən sizin xeyriniz üçün deyirəm. Dünyanın qaynaq vaxtında, proses gedən vaxtında demək olar ki, ölkəmizdə baş verən siyasi hərəkət dünyada və Rusun, Farsun siyasəti bizim üzərimizə çox yönəldiyi üçün və bu siyasətdən istifadə edərlər. Bu qaynaqdan toxum səpərlər. Onlar elə hərəkət edəndə düzdür tərifləyirlər. Mən yenə də deyirəm, o leriklə gedib gələndə də yenə deyirəm, onun rəisinə də, polisinə də böyük minnətdarım, təşəkkürümü bildirirəm. Yaxşı insanlar çoxdur bu həyatda. Amma onların bu son zamanlar və vətəndaşlardan eşidirəm mən ki, rayona gedəndə hamı dadaman eləyir. Və bunlar deyir ki, belə fikirləşirlər ki, yəqin 300 min verib gəlibsə vəzifəyə, yəqin ki, həmən pulu bu cəmaatdan çıxardıb oranı doldurmaq istəyir, ya tac qoyurlar qaba. İnsanlarda belə psixologiya yayılır. Yəni, açıq danış. Səmimi deyirəm, mən sizin bir vətəndaş olaraq gələcəkdə, yəni bu nəsə o cənubda kimlərsə bu siyasətdən istifadə etməz və Gədəbəy hadisələri kimi kimsə götürüb bütün dünyaya yaymasın. Bizim ölkəmizin uğurlarına, qələbəsinə ləkə olmasınlar. Yəni, vurmaq üçün, bizi dünyada nüfuzumu aşağı salmaq üçün hər bir pis niyyətli insanlar əlindən gələni edir. Onun üçün bu yəni cənubda siyasi proseslər yavaş-yavaş baş qaldırıb. O da oradakı dağlıq zonadır. Demirəm, heç bir məmur qınamıram, heç kim nə ilə yaşayacaq. Ora gələn nə ilə yaşamalıdır. Dağlıq zonadır. Bir abadlıq yox, iş yeri yox, hansısa bir rayon mu, hansısa bir masallı kimi yerimi, Lənkəranlı mı yerimi, deyək ki, gedib villa tikir, mağazin tikir, harasa pulun verdi, ya rəsmi, ya belə qeyri-rəsmi və işini gördü və qazandılar və lazım olan yerlərə də bunlara tac qoyulanda və kimsə pul istəyəndə bilmirəm, o günaha girmək istəmirəm, o məsuliyyətdən da yəni kimisə günahına girib yükü daşımaq istəmirəm. Sadəcə bir Azərbaycan vətəndaşı kimi öz mövqeyimi vətəndaş olaraq bildirirəm, yaxşılıq üçün deyirəm, ölkəmdə istəmirəm başqa ölkələr kimi, yəni belə deyək, vətən xainləri, pis niyyətli insanlar ortada rol oynasın. Yəni bizim göz götürməyən ən çox düşmənlərimiz var, sağımız, solumuz hamısı düşməndir. Amma bu məsələ, lirik məsələsi Rusiya məscidlərində olan Azərbaycanlılara gedir. Və Rusiyada yaşayan Azərbaycanlılar var. Cənubdan çoxsu gedir. Və hər gün o məscidlərdə Azərbaycanın türk əleyhinə çıxışlar edənlər var. Rusiyanın bütün məscidlərinə, mən bunu dəfələrlə demişəm, dəfələrlə dövlətimizə siqnal göndərmişəm. Yəni, əsasən bu regionlarda İrana bağlı təriqətdir. Yəni, görünür, bəllidir. Mən yenə də deyirəm, hər bir məsələ. Adı yardımlı sözü yazılıb, yardımlı sözünün bir tərəfi ağdır, bir tərəfi qaradır. Məsələn, oran bir dənə şərh gətirirlər, deyirlər ki, qara üyə şəhətçiliyi ilə bağlı proses. Deyirəm, məsələn, söhbət gəzir, deyirəm ki, dağlığı görsədir, başı quca qarlıq olduğunu görsədir. Bunun nə aidiyyət? Görürsünüz, insanlara toxum səpirlər. Yəni, bu məsələdə mən demirəm kimisə baxsın, cəzasını verə, yox. Sadəcə maarifləndirmə və insanları incitməsinlər.
İnsanlar kəndçidir. Onların dolanışığı, inan Tanrıya soğan, kartoşka tapıb yeyə bilməyən insanlar var rayon yerində. Balqabaqla uşaq saxlayanlar var, qatıqla uşaq saxlayanlar var. Məktəbə gedənlər var, mən bunu şahidiyəm, bu gün də var. Yəni, mən reallıqdan deyirəm. Onun üçün istəmirəm ki, yəni, bugünkü Azərbaycanın uğruna, siyasətinə elə insanlar nifrət doldursunlar, nüfuzdan düşək və qarşı çıxaq. Hörmətli Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablar, bu xalq sizi sevir, bu xalq sizdən qürurlanır, bu xalqın hər bir körpə uşaq atasına güvənən kimi bu xalq, bu millət sizə güvənir. Sizdən dəstək istəyir, sizdən kömək istəyir. Bax, mən görün, heç bir məmura səslənmədim. Hörmətlə yanaşdım. Dedim ki, Daxili İşlər Nazirliyinə böyük hörmətim var. Əməkdaşlarına da. Sadəcə ola bilsin ki, kimsə kiminsə bilmir, uzaqdır, xəbəri yoxdur. Bir evin, bir valideyni baxanda görürsən ki, evdə 5 uşaq var, atası, ya anası iş başında, bilmir o uşaq kimlə dalaşdı, ya gizlədilir, ya bilmir, ya da rasiyadadır, oradan oranı görmür, bilmir, çünki xəbər verilmir, deyilmir. Yəni, o uşaq nə bildi, eləyir. Çünki əlindədir, dərdin aradır, deyəcək, istənilən yəni, hərəkət edəcək. Yəni, çox dərinə getmirəm, bir vətəndaş kimi mövqeyim odur ki, istəmirəm ki, yəni burada bir məsələ böyüksün, kütləvi cəmaət qalsın, sonra da yol boy postlar qoyulsun, hər kəndlərdə belə, sonra da insanlarda psixoloji nifrət yaranıb bu ölkəni daha da tərk edib çıxıb getməz. Yəni bu da getməsi, Rusiyada deyir ki, 800 min Azərbaycanlı var, milləti basıb qoy, Avropa görsün, Ukraynada və görsün ki, Azərbaycanlar mən tərəfdən döyüşür, bilərəkdən göndərir, öldürür. Onu bilərəkdən bizim Azərbaycana görə idi. Və hər dəfə də orada eşidirdim ki, 800 min Azərbaycanı geri qaytarsa Ruslar, harada yaşayacaq? Burada yer olmayacaq, iş olmayacaq. Böyük səsküyə səbəb olacaq. Yəni, bu da insanlarda psixoloji cəhəti yaradır. Mən vətəndaş olaraq bayrağımı, dövlətimi, millətimi sevdiyim üçün deyirəm. Mənim başqa bir niyyətim yoxdur, başqa niyyətdə də deyiləm. Mən öz səyətimlə, öz yönümlə yaşayan, sadəcə dözmədim, ürəyim götürmədi, qəlbim, vicdanım qəbul etmədi. Mən yenə də deyirəm, sülh olması üçün, əminamanlıq olması üçün, çünki mən bilirəm ki, lirik cəmaatı ilə dolamışam, onlar gözəl insandır. Onlar həqiqətən dəyər vermək olar. Hər bir insana da hər dəfə çıxışımda demişəm ki, liriklərlə oturub, durub, indi düzdür, hər yerin yaxşısı da var, pisi də. Amma mən orada mənə qarşıma hələ pis çıxan insan olmayıb. Onlarla qohum olmağa da, oturub durmağa da, dost olmağa da dəyər. Yəni bunu deyirəm, hər zaman da deyirəm. Hər yerin, yenə deyirəm, bu hər yerin yaxşısı, pisi deyəndə bu tərbiyədən asılıdır, bu təhsildən asılıdır, bu maarifləndirmədən asılıdır, bu gör-götürdən asılıdır. Hər bir insan öz qüruru olmalıdır ki, xəyanət etməməlidir, oğurluq etməməlidir, ləkə atmamalıdır, böhtan atmamalıdır. Yəni, düzgünçülük olsa dünyaya biz mədəniyyət göstərmişik. Amma dünyada Avropadan geri qalan da bizik. Avropa bizdən mədəniyyəti dünyaya yazdı. Biz amma geri daş tunc övrünə gedirik. Söz çoxdur. Hər bir Azərbaycan vətəndaşına təşəkkür edirəm, minnətdaram. Azərbaycan Respublikasının da dövlət başçısına və siyasi məsələlərdə irəli getməkdə, lider olmağında arzu edirəm və ad günü doğum gün münasibətilə yenidən təbrik edirəm. Uzun ömür, can sağlığı, hər zaman Azərbaycanı günəş kimi parlamağı, qara buludları ulu yaradan Tanrı bizim üzərimizdən götürülsün. Təbii fəlakətləri, müharibələri bizdən uzaq etsin, biz istəməyənlər tərəfə getsin. Dünyada sülh, əmin-amanlıq, insanlıq olsun. Dünyanın harasında olursa olun, Azərbaycan və insanlıq dünyada, yenə də deyirəm, hal-hazırda bizim türk dünyamızı sevməyən qüvvələr var. Bax, o türk dünyamızı sevməyən qüvvələr Rusiyadır, Fransadır, Almaniyadır, Amerikadır, Hindistandır, Ermənidir, Yunandır, PKK'dır, Farsdır və s. kimi dövlətlərdir. Ona görə biz biri olaq, mehriban olaq və onlara nə yoldasa, pis niyyətsə yollarına dəyişilsin və bizim kimi dünyaya bir nümunəli insan olsun. Və Azərbaycan Respublikasının lideri kimi, bir sərkərdəsi kimi dünyada, dünya insanlığından, qloballaşmadan və yaxud da dünya insanlığına
bəşəriyyətdən, kainatdan, təbiətdən, bütün canlıların qorunması haqqında əmin-amanlıq, sülh sözünü işlədəndə və bizim liderdən o cümlələri götürsünlər və dünyanın tarazlığını da onlar bizim kimi qorusunlar. Hər kəsə təşəkkür edirəm, minnətdaram, sağ olun, ulu yaradan Tanrı hər birinizə yar olsun. Tanrı hamınıza ruzulu ömür, bərəkət, can sağlığı versin. Hər zaman ruzunuz bol olsun, ömrünüz də bərəkətli, ömrünüzü sağlam, gümrah və yaşadığınız hər saniyə qədrin bilin. Bu dünya müvəqqətidir. Müvəqqəti dünyada bir dənə insanlıq qalır. Hamısı boş şeydir. Hər bir məsələ boşdur. Sadəcə insanlıq və mərhəmət. Hər birinizə gözəl günlər, mərhəmət, can sağlığı arz edirəm.